1.589.187 nəfər səs verib, 1.580.532 bülten sayılıb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkisinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib. Bildirib ki, 118 seçki dairəsi 4872 məntəqə hesabat verib. Bələdiyyələrin ümumi sayı 685, bələdiyyələrə seçiləcək üzvlərin sayı 8071, hesabat vermiş bələdiyyələrin sayı 660, yəni 96,35% bələdiyyələrdən bizə məlumatlar daxil olubdur. Lider namizədlərin sayı 7791, yəni 96,53%, yəni 8071 demək seçiləcək üzvdən artıq 7791-i seçilmiş bizim internet səhifəmizdə oturur. Ümumilikdə tam formalaşmış bələdiyyələrin sayı, indi bu da mən sizdən məlumatları verdiyim ana olan rəqəm 413, yəni bizim 413 bələdiyyə artıq tam formalaşmış, yəni bu da ümumi bələdiyyələrin 60,29%-ni təşkil edir.